məlumat vermişdi ki, Azərlotereya ASC-nin kommersiya və planlaşdırma üzrə baş rəhbəri Emir Türkmen vaxtilə 2017 Türkiyədə xeyr kampaniyasını dəstəkləyənlərdən olub. 2017-ci ildə Ərdoğanın qərarına qarşı olanlar xeyr kampaniyasına qoşularaq sosial şəbəkədə paylaşım edib. Hayır sözü yazılmış fotonu profil fotosu edib. Bugün isə diqqət çəkən məqam Azərlotereya ASC-nin kommersiya və planlaşdırma üzrə baş rəhbəri Emir Türkmenin Instagramdakı hesabında erməni bayrağı paylaşmasıdır. Belə ki, Türkmen BNTO yazaraq getmiş olduğu ölkələrin bayraqlarını paylaşıb. Bio deyilən hissədə yazılan qeyddən belə anlamaq olur ki, o Azərbaycandan sonra Ermənistana yollanıb. Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik olunub. Modern az məlumat verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan-Serbiya hökumətlərarası komissiyanın həmsədri maliyyə naziri olub. Daha öncə bu vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri icra edib. Əlavə edək ki, Sahil Babayev bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsindən azad edilərək maliyyə naziri təyin edilib. Bundan əlavə komissiyanın tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini də daxil edilib.